Ali Ali. Söhbətimiz Əli əleyhissalatu vesselamın Malik əşlərə olan vəsiyyətində idi. Əli əleyhissalam buyurur ki, Malik 5-ci təbəqə də budur. Allahın əmridir. Xums və zəkat imkansızların bizim boynumuzda olan haqqıdır. Hər gün neçə dəfə fərəd duasını oxuyur. Gəlirsən, xumsu deyirsən ona ki, xums nədir? Onun 50% imamındır, 50% də seyyidin də. Demir Malikə öz ağlığa müraciət elə ya. Əli əleyhissalam ona işarə eləyir. Deyir, Allaha və onun Peyğəmbərinə həvalə etkinə. Həzrət buyurur, Malik diqqətli ol. Deyir, bir şey bildim ki, hələ heç nə bilmirəm. Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz, qolu dönməz üzü vardır.